Şəhərdə avtomobillərin səs siqnallarından istifadə etməsi həm sürücülərin, həm də piyadaların rahatlığı və təhlükəsizliyi baxımından vacib məsələdir. Qanunvericiliyə görə səs siqnalları yalnız təhlükəli zamanlarda istifadə olunmalıdır. Lakin bir çox sürücülər buna əməl etmir. Bu da şəhərdə həm səs-küyün artmasına, həm də insanların narahatlığına səbəb olur. Bəs səs siqnalları hansı hallarda istifadə edilməlidir? Qanunvericiliklə bu necə tənzimlənir? Məsələ ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinin, Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə Bölməsinin rəisi, polis kapitanı Toğrul Nəsirli qeyd edir ki, idarə tərəfindən bu istiqamətdə mütəmadi olaraq nəzarət, profilaktik tədbirlər həyata keçirilir. İlk növbədə qeyd edim ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən bu istiqamətdə mütəmadi olaraq nəzarət profilaktik tədbirlər həyata keçirilir. Lakin təəssüflə qeyd etməliyəm ki, edilən xəbərdarlıqlara, həyata keçirilən inzibati tənbih tədbirlərinə baxmayaraq, bu günləri bəzi nəqliyyat vasitələrinin sürücüləri yenə də lüzumsuz olaraq səs siqnalından istifadə edirlər. Qeyd edim ki, mövcud qanunvericiliyin tələblərinə əsasən yaşayış məntəqələrindən kənarda yalnız 2 halda səs siqnalından istifadə etmək yol veriləndi. Bu, ilk növbədə yol nəqliyyat hadisəsinin qarşısının alınması və ya ötmə əməliyyatını həyata keçirən zaman. Amma bəzi sürücülər yaşayış zonalarında lüzumsuz olaraq səs siqnallarından istifadə edirlər. Bu qayda pozuntusudur və öz növbəsində inzibati məsuliyyət yaradır. Belə hal aşkarlandığı təqdirdə həmin sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsinə əsasən 30 manat məbləğində cərimə də nəzərdə tutulub. Odur ki, bütün bunları nəzərə alaraq sürücülərdən xahişimiz, eyni zamanda tələbimiz ondan ibarətdir ki, bu kimi qaydalara riayət etsinlər, eləcə ətrafda yaşayan sakinlərin və ya digər yol hərəkəti iştirakçılarının haqlı narazılığına səbəb olmasınlar. Səs siqnallardan hansı hallarda istifadə edirsiniz? Adam keçir, fikirli olur, o hallarda siqnal versən ki, sönsün, baxsın, görsün, belə. Ümumiyyətlə, bəzi sürücülər var ki, durduq-durmaz yerə səs siqnallarından istifadə edir. Siz onlara necə baxırsınız? Onlara tərbiyəsiz adamlar kimi baxıram mən. Yəni, siz istifadə edirsiniz ümumiyyətlə səs siqnallarından? Arada bir. Təhlükə yaranarsa, adam üzü fikirli olarsa, keçərsə, o hallarda siqnal verirəm ki, sönsün, görsün mənə. Dayanıb yatanlar ki var, bax, onda biz siqnaldan istifadə edirik. Bəzi sürücülər var, durduq-durmaz yerə səs siqnallarından istifadə edir, əhalini narahat edir. Sizcə bu düzgün haldır? O düzgün deyil, yox, əlbəttə siqnal verən də tələsən olur, görürsən, tələsən. Amma qabağındakı deyirsən, telefonla qurtdalaşır, svetofordan da xəbəri yoxdur. O da məcbur siqnal verir ki, yəni çəkil, çıxar gedək. Şəhərdə avtomobillərin səs siqnallarından istifadə etməsi necə yanaşırsınız, durduq-durmaz yerə? Heç narahatçılıq yaradır da bina evlərində çox vaxtı. Xüsusi uşaq yatıb, xəstə var. Mən burada işləyirəm, çox vaxtı sakinlər düşür, şikayət edir, görürəm. Yəni, səs siqnalları yalnız təhlükəli vəziyyətlərdə istifadə olunur. Təhlükəlidir, əlbəttə. Həm, məsəl üçün, birdən-birə görürsən ki, sürətlə keçirlər, qorxuzular adamı. Həm səsləri qorxuza bilər, xəstə var. Fikirli adam var, gedirsən yolda görürsən, fikri birdən-birə tiskinir belə. Səs siqnalları vacib vaxtlarda, elə bir ki, qəzanın qarşısını almaq üçün, bax, belə bir vaxtlarda, yəni, hər zaman ona istifadə eləmək düzgün deyil. Siz insanların narahatlığına necə səbəb olur? Çox pis təsir göstəribsə, yaşlı adamlara ən çox da, bizi kimi təqaüdçülərə, o yerli, yersiz o siqnalı vermək çox pis təsir göstərir. Gərək o insanın özü də dərk eləyə, başa düşək ki, bunu mən yersiz niyə verirəm ki, bu lazım deyil də. Onsuz da səsli küylü bir şəhərdir, biraz da o artırır, əlavə olur, əsəblərini tarıma çəkilir də insanların. Qanunda öz əksini tapıb da o ancaq qəza şəraitinin qarşısını almaq məqsədilə icazə verilə bilər. Əks halda arzu olmaz. Bəzi durduq-durmaz yerə səs siqnallarından istifadə edib insanları narahat edirlər. Siz buna necə baxırsınız? Pis, əlbəttə ki, pis.
Milli Məclisin deputatı Vüqar İskəndərov bildirir ki, Azərbaycan dövləti və aidiyyatı mərkəzi icra hakimiyyətləri, eləcə də onların tabeliyində olan qurumlar bu istiqamətdə ciddi şəkildə işləyirlər. Hal-hazırda dünyanın sürətlə inkişaf edən ən gözəl şəhərlərindən biridir. Təbii ki, şəhər gitgide böyüyür və burada urbanizasiya məsələləri də var. Digər yerlərdən gələn insanlar, həm daimi yaşayan, həm turist kimi gələn, həm şəhərin qonaqları təbii ki, şəhərimiz haqqında çox xoş fikirlər söyləyirlər və təbii olaraq şəhərimizin baş planında artıq hazırdır və qarşıdakı illərdə bu plana uyğun şəhərin inkişafı nəzərdə tutulub. Təbii ki, özü ilə bərabər inkişaf özü ilə bərabər digər məsələlər də yaradır. Bunlardan biri də tıxacılardır, sıxlıqdır. Bu da əslində qalsa böyük şəhərlərə xas hallardır, amma təbii ki, dövlətin də işi və cəmiyyətin də burada bu mənada dəstəyi həmin məsələlərin həll edilməsidir. Və bu mənada bugün Azərbaycan dövləti müvafiq Mərkəzi İcra Hakimiyyəti və onun subyektləri bu məsələlərlə məşğuldurlar. Bugün hər birimiz narahat edən tıxac məsələsi həll olunması üçün çox kifayət qədər vacib addımlar atılmaqdadır. Və biz burada həm də avtomobillərin çox olmasına qeyd etməliyik. Təbii ki, şəhərin böyüməsində, inkişafında, insan sayının artmasında paralel olaraq özü ilə həm də şəhərdə həm ictimai nəqliyyatın çalışması, həm də eyni vaxtda avtomobillərin sayının artması da müşahidə olunur. Və sıxlıq, hətta tıxac vaxtı da, hətta adi tıxac olmayan vaxtlarda da bizi narahat edən məsələdən biri də lazımsız yerdə kütləvi şəkildə səs siqnalların verilməsidir. Yol nəqliyyat vasitələrində səs siqnallarının təbii ki, avtomobilə siqnalı qoyursa, demək onun işlənilmə funksiyası da var, istifadə funksiyası da var və bu olunmalıdır. Sadəcə olaraq burada biz bunun biraz ifrat dərəcədə istifadəsini görürük. Çünki adətən daha da inkişaf etmiş ölkələrdə bu mənada səs siqnalları ən sonuncu bir hal kimi istifadə olunur. Nəqliyyat eksperti Elməddin Muradlının sözlərinə görə lüzumsuz yerlərdə səs siqnallarından istifadə etmək qadağandır və 30 manat cəriməsi var. Ümumiyyətlə, lüzumsuz yerə səs siqnallarından istifadə etmək qanunla qadağandır və 30 manat cəriməsi var. Bu yol hərəkəti haqqında qanunda da izah olunub. Eyni zamanda məsuliyyət məsələsi də İnzibati Xətalar Məcəlləsində öz əksini tapır. Qaydalar belədir ki, sürücü yaşayış məntəqələrində yalnız yol nəqliyyat hadisələrinin qarşısını almaq üçün digər sürücünü və yaxud da digər hərəkət iştirakçısını, piyadanı, deyək ki, piyada qəflətən yola çıxır, maşınlara baxmır, siqnal vasitəsilə onu məlumatlandırmaq məqsədi ilə bir xəbərdarlıq eləyə bilər. Yəni, yaşayış məntəqələrində yalnız bu halda. Amma biz görürük məktəblərin qarşısında, nə bilim, xəstəxanaların qarşısında, svetoforda və s. Necə gəldi siqnaldan istifadə edirlər. Salamlaşanda siqnal, sağollaşanda siqnal, toy olur siqnal, yas olur siqnal, uşaq doğuldu siqnal. Yəni bizdə siqnal həyatımızın bir parçasına çevrilib. Amma bu bir mədəniyyət məsələsidir. Məsələn, çox təəssüflə mən izləyirəm o görüntüləri. Bəzi soydaşlarımız gedirlər xarici ölkələrdə, çəkiliş aparırlar və paylaşırlar ki, görürsünüz şəhər necə sakitdir, heç kim siqnal vermir. Adam biri yaxşı mənada paxıllıq edir ki, yəni doğrudan mı bu şəhər mədəniyyəti bizdən uzaq düşüb? Biz niyə beləyik? Svetoforda bəzən səs siqnallarından istifadə edirlər və mən həqiqətən o insanları bəzi hallarda qınamıram. Niyə? Çünki qarşıdakı nəqliyyat vasitəsinin sürücüsü yapışıb telefonla,
fikri qalıb telefonda, yəni əslində qanunla qadağan deyil, svetoforda nəqliyyat vasitəsi dayanmış vəziyyətdə olanda mobil telefondan istifadə etmək olar. Amma da birbaşa alüdəçilik də olmaz da. Yəni girib telefona 15 saniyə svetofor yanır. Onun da 5 saniyəsini o yatan adam, yatan sürücü keçirtdi. 15 maşın keçəcəkdisə, məsələn, həmin adama görə 10 maşın həmin yaşıl işıqda hərəkət edə bilər və yaxud da bəzən görürsüz o da olmur. Bəzi sürücülər var yol ayrıcılarında yarı yuxulu halda görsən gedir də. Siqnal verməsən, yəni mümkün deyil. Bəzən məcburiyyətdən, bəzən yəni lazımsız yerə istifadə edirik. Və yaşayış məntəqələrindən kənarda artıq yalnız ötmə əməliyyatı zamanı qarşıdakı nəqliyyat vasitəsinin sürücüsünü işıq və yaxud da səs siqnalları ilə xəbərdar edib ötmə əməliyyatına başlamaq olar. Yəni bu adətən çox zolaqlı yollarda heç bir problem yaratmır. Çünki 3-4 zolaqlı yollardır. Amma 1-2 zolaqlı yollarda bəli, bu vacibdir ki, yəni bu siqnallardan istifadə edəsən. İndi bəzi sürücülər var ki, ümumiyyətlə sükan arxasında elə bir auraya düşür ki, əslində yəni işıq siqnalları ilə də sən onu xəbərdar eləyə bilərsən. Amma adam baxırsan ki, nə yan güzgülərə baxır, nə salon güzgüsünə baxır ki, heç olmasa sənin ona verdiyin işıq siqnalının bir effektin tutab görsün ki, ona nəsə xəbərdarlıq olunur. Yəni var belə insanlar. Məsələn, qarşında dayanıb svetoforda, svetoforun artıq bir 5 saniyə yaşılı gedib, hələ adam tərpənmir. Yaşıl işıq siqnallarından istifadə etsən, görürsən adam ayılmır. Çünki yoxdur. Bu dünyada deyil. Səs siqnalını verən kimi görürsünüz, çarxır, elə bir vəziyyət yaranır ki, adam özü ehtiyat edir ki, bu çəkib sağa sola kimisə vuracaq. Yəni elə bilin ki, yuxudan ayılır. Xeyrənsə Piriyeva, Çingiz Abdullayev, Səs TV.